Herkese salam. Bugünkü mövzumuz sigaret çeken insanlarla bağlıdır. Sigaret çeken insanlar günə 2 paska, 3 paska sigaret çəkir. Kimlər ki, ümumiyyətcə də, yəni sigaretdən problem yaşayan insanlar, hansı insanlardasa sigaret çəkir, çoxlu bəlğəm gəlir, o təngi nəfəslik var, nə bilim 3 addım, 5 addım yol gedir, təngi nəfəs olur, boğulmalar olur və həmçinin sigaretin ağciyərlərinə verdiyi zərəri, ağciyərlərdə yaratdığı o iltihablaşmanı, o çirki, bəlğəmi təmizləmək istəyən insanlar pullarına biraz qıysınlar, açıq danışıram, bizim kardiseps məhsulundan istifadə eləsinlər. Kardiseps təbii antibiotikdir, təbii antibiotik. Çoxları deyəcək ki, indi axı antibiotik zərərdir. Xeyr, kimyəvi antibiotik zərərdir insana. Kardiseps təbii antibiotikdir. Təbii antibiotikin isə insana ziyanı yoxdur. Sarımsaq da təbii antibiotikdir, amma min bir dərdin dərmanıdır. Həmçinin kardiseps ağciyəri tər təmiz eləyir. Bronxları, bronxit asmanı, təngi nəfəsliyi hamısını ortadan götürür. O qədər güclü məhsuldur ki, bədənə heç bir ziyanı yoxdur. Əlavə faydalarını da deyim, bilsinlər. Sigaret çəkənlər ürək orqanını təmizləyir, bərpa eləyir. Damarları təmizləyir, xolesterin miqdarını həmçinin. Əlavə olaraq ağciyəri ən başda asma bronxiti təmizləyir. Qaraciyər möhtəşəm tər təmiz eləyir. Böyrəklərinizdə problem varsa ortadan götürür, böyrəkdəki vaspaleniyanı, böyrək genişlənməsini ortadan götürür və kişilərin yaralı yeri olan prostat vəzi cavan oğlanın prostatı kimi eləyir. Məsləhət görürəm ki, belə dəyərli, belə güclü, təbii bir məhsuldan sizlər də istifadə edərək ən əsas da ağciyər xəstəliklərinizə və sigaretdən əziyyət çəkən insanlar mütləq istifadə edərək o problemlərinə bir dəfəlik son qoysunlar. Sağ olun, sağlamlığınızın qeydinə qalın.